Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Əcəl müəllimə. Bundan öncəki imtahanlarda, sertifikasiya imtahanında, abituriyentlərin birinci blok imtahanında təxmin etdiyim sualların əksəriyyəti imtahanlarda istifadə olunmuşdu. Hətta sertifikasiya imtahanında 14 dənə sual, səhv eləmirəmsə saydıqlarımın içərisində 14 dənə sual var idi ki, onu dediyim suallar şəklində olduğu kimi düşmüşdü. Buna görə də müəllimlərin çoxusu müəllimlərin işə qəbul imtahanı üçün də belə bir ehtimal etməyimi istədilər. Yenə də deyirəm, mənim burada qeyd etdiklərim mənim ehtimalımdır. Düzünü Allah bilir. İnşallah ki, imtahanlarda bu dediyim mövzulardan düşər və sizin üçün də faydalı olmuş olar. Mən sadəcə olaraq ehtimal etdiyim mövzuları qeyd edirəm. Amma siz daha yaxşı olar ki, bütün mövzulara əhatəli göz gəzdirəsiniz. İnşallah hər birinizə imtahanda uğurlar arzulayıram. Öncəliklə botanikadan başlayaq. Botanika ilə bağlı ehtimal etdiyim hissələr ən çox üzərində oynanılan məsələlər, çiçəyin hissələri, çiçək düsturları, çiçəyin bitişik elementləri, çiçək yanlığı elementləri. Yəni çiçəklə bağlı olan, ola bilər ki, çiçək qrupları haqqında olsun, qruplarından sual şəkil formasında təqdim olunsun və buna aid olan bitkilər seçmək tələb olunsun və yaxud da aid olmayanları seçmək tələb olunsun. Nəysə, çiçəklə bağlı bir sualın olacağını düşünürəm. Yarpaq, buğum arası məsələləri, zoğ üzərində yarpaq sayı, onların, məsələn, bərabər sayda yarpağı varsa, buna görə də buğum arası məsələləri ola bilər. Bu istiqamətdən bir məsələ düşəcəyini ehtimal eləyirəm. Bakteriya məsələləri bizim vazgeçilməzimizdir. Bakteriya məsələləri həmişə olur. Yenə də bu il gözləyirəm bakteriyalardan məsələ olacağını. Ola bilər ki, cədvəl formasında olsun, bölünən bakteriyaların, bölünməyə məruz qalan bakteriyaların sayı istənilsin. Nəysə, bakteriyalarla bağlı bir şey olacağını düşünürəm. Niyəsə görə ağlıma gəldi çılpaq toxumlar, ola bilər çılpaq toxumların çoxalması olsun, ola bilər şamla küşnar haqqında müqayisəli Venn diaqramı olsun, cədvəl münasibətləri, aralarında münasibəti əks etdirən cədvəl olsun. Nəysə, belə bir şey çılpaq toxumlardan hər hansı bir hissədən sual gələcəyini düşünürəm. Və yosunların daha çox şəkilli suallarından istifadə olunur. Şəkillər üzərində yosunların çoxalma prosesləri, qamçıları ola bilər, zoosporlarının və yaxud da qametlərinin sayı ilə bağlı məsələ ola bilər. Yosunların, nə bilim, onlardan alınan maddələr, ola bilər yosunlardan böyük ehtimalla sual gələ bilər. Zoologiya hissəsindən çox bir şeylər təxmin eləyə bilmirəm, çünki zoologiya biraz dəyişikdir. Amma nə yoxdursa da mütləq qurdlar var. Ən çox diqqət edin qurdların quruluşuna, onların həyat sikllərinə və yoluxma yolları. Biohelmint, geohelmint, təmas helmiti bunlardan sual gələcəyini düşünürəm. May böcəyi haqqında may böcəyinin ola bilər stigma sayı olsun, stigmalarının sayını hesablamaq. Ola bilər həyat dövriyyəsi ilə və yaxud da həşəratlarla bağlı bir sual gələ bilər. Ya hər hansı bir buğum ayaqlığı ilə bağlı sual gələ bilər. Bir də ağız aparatına fikir verin may böcəyinin. Orada ətraflarının buğumlarına, ətraflarının belə deyək də yüyürücü, sıçrayıcı, tullandırıcı, üzücü formalarına, həmin formalarda hansı hissələrinin yaxşı inkişaf etdiyinə, məsələn, qazıcı ayaq tipində çanaq hissəsi daha yaxşı inkişaf eləyib, çünki güc çanaq hissəsinə düşür. Ola bilər şəkillə bağlı sual gəlsin. May böcəyinin gəmirici ağız aparatı ilə bağlı sual ola bilər. Onun hansı hissələrinə hansı çıxıntılar birləşir? Belə bir sual gələ bilər. Onurğanların qan dövranı ən çox ağlıma balıq gəlir, nəyə görəsə bilmirəm. Balığın qan dövranı, amma ümumiyyətlə onurğanların hamısı biri-birindən mürəkkəbdir. Qan dövranları isə ümumiyyətlə möhtəşəmdir. Onurğanların bir qan dövranına istəyirsiniz göz atın. Amma yenə də deyirəm də, mən qan dövranı deyirəm. Siz yenə də bütün materiala göz gəzdirin. Düzdür, imtahana
bir həftə kimi bir müddət qalıb, inşallah ayın 9-u imtahandır. Amma bu müddət ərzində də, bir həftə ərzində də çox şey eləyə bilərsiniz. Günə bir kitabı vərəqləsəniz, müəyyən müddət o bilikləri əldə eləmiş olarsınız, təkrar eləmiş olarsınız inşallah. Anatomiya hissəsindən analizatorlar ən çox şübhələndiyim burada qulaqdır. Sertifikasiya imtahanı öncəsi canlı yayımda gözlə bağlı sual demişdim. Dedim ki, hətta yaxından görmə, uzaqdan görmə. Ekran açılanda sualı görəndə özüm də tərəddüd elədim ki, yəni görəsən mən bunları necə təxmin eləyirəm. Nəysə, indi də qulaqdan təxmin eləyirəm sual ola bilər. Ola bilər hissələri olsun, ola bilər hissələrinin təkamülü ilə bağlı bir şeylər olsun. Cinsiyyət sistemi ilə bağlı qadın cinsiyyət sisteminin quruluşu, aybaşı məsələləri, məsələn, müddət verilər, onun bir il ərzində baş verən aybaşı prosesləri ilə bağlı sual ola bilər. Həzm sistemi, qaraciyər və yaxud da həzm sistemi orqanlarının suallar gələ bilər həzm sistemindən. Həzmlə bağlı 8-ci sinifdə də var, bir də 10-cu sinifdə maddələr mübadiləsi var. Orada alkoqolun faizi falan var. Bir onları da göz gəzdirsəniz məsləhətdir. Sinir sistemi həmişə düşən mövzulardandır. Həmişə də düşür. Mərkəzi sinir sistemində neçə növ neyron var? Belə bir sual düşə bilər. Mərkəzi sinir sistemində və yaxud da hansı neyronlara rast gəlinir? Hansı neyronun hansı hissələrinə? Ağ maddəsi, boz maddəsi, sinir sistemi neyronların peyk hüceyrələrinin sinir toxumasında hesablanması və yaxud da baş beynin şəkli ola bilər, onun hissələri ilə bağlı hər hansı bir hissəni göstərər, digər həmin beyin şöbəsini nəzarət etdiyi proseslər, belə bir sual da gələ bilər. Yəni, sinir sisteminə də bir yaxşı göz gəzdirin. Ən çox sual düşmə ehtimalı ümumi biologiyadandır. Ümumi biologiyadan ehtimal etdiyim hissələri yazmışam. Bunların çoxsundan sual düşmə ehtimalı var. Fotosintez prosesi ilə bağlı nəysə burada xarici bir də daxili amillər ehtimal edirəm ki, fotosintezin gedişinə təsir edən xarici amillər hansılardır, daxili amillər hansılardır? Belə bir sual gələr. Təbii seçmənin qrafikləri ilə bağlı şəkil düşə bilər. Verilmiş seçmə formasına aid olan və yaxud da aid olmayan prosesləri seçin. Səsimdən dolayı üzürlü sayın, gecə saat 3-ə qalır 15 dəqiqə. Çox yorğunam, gün ərzində çox yorğun keçirtmişəm. Ona görə səsim xırıltılı çıxır biraz. Histologiyadan orqanoidlərin şəkilləri, funksiyaları, məsələn, deyək, Holginin quruluşu, Holgidən əmələ gələn orqanoidlər, mutasiyaya uğraya bilən orqanoidlər, orqanoidlərdən bağlı sual ola bilər, hətta şəkilli sual ola bilər. Zual biosintezi ilə bağlı məsələ, bunu daha çox ehtimal edirəm. Nədən? Son dövrlər dəbə düşən karbon-oksigen arasındakı rabitə məsələsi ilə bağlı, bir də radikallarının ümumi kütlələrinin hesablaması ilə bağlı. Belə bir sual gələ bilər. Genetikadan bir çox sahəsindən gələ bilər. Məsələn, nəsl ağacı qan qrupu ilə bağlı sadə bir nəsl ağacının düşəcəyini ehtimal edirəm. Qametlərin neçə hissəsi və yaxud da neçəsi dominant gen daşıyır, resessiv gen daşıyır və yaxud da hansı qametləri verməz, bu tip sual gələ bilər. Dihibrid çarpazlaşmaya aid, məsələn, qamet ölərsə, bir qamet ölərsə, fenotip, genotip, bu kimi şeylər soruşa bilər. Bir də cinsiyyət xromosomları, bunu daha çox şübhələnirəm. Cinsiyyət xromosomları hansının qametində cinsi xromosom olmaya bilər? Belə bir sual ola bilər. Hansının qametində 2 cinsi xromosom nəticəsində yaranan xəstəlikdir? Məsələn, Klinefelter kimi. Onlar da demək, qametlərin birində 2 dənə cinsi xromosom olduğuna görə. Belə bir şey şübhələnirəm ki, gəlsin. Yəni, ola bilər. Bu cinsiyyət xromosomlarına bağlı. Heteroqametlik, homoqametlik, güvələrlə bağlı, dişiləri X0, düzqanadlı taxtabiti ilə bağlı, eşəkləri X0, belə bir şey sual düşə bilər. Yəni, bu cinsi xromosomlar açığı çox
şübhələnirəm o istiqamətdən. Mikrobiologiya belə deyək də 11-ci sinifdə ən az tədris olunan mövzulardandır. Amma sizə deyim ki, bu mövzudan möhtəşəm suallar çıxartmaq olar. Amin avtotroflar, amin heterotroflar nə ilə qidalanır, azotu nədən əldə edirlər? Bu tipdə sual gələ bilər. Və yaxud da mikrobiologiyanın şöbələrinə aid hər hansı bir proses verilər. Məsələn, deyər ki, angina bakteriyasının quruluşunu mikrobiologiyanın hansı sahəsi öyrənir? Yəni, sahə ilə bağlı bu şəkildə sual gələ bilər. Atomların biyogen miqrasiyası Atomların biyogen miqrasiyasını həyata keçirdən proseslər hansılardır? Biyogen miqrasiyanın növləri hansılardır? Bir də məsələn deyər ki, soxulcan tərəfindən torpağın minerallaşması biyogen miqrasiyanın hansı növünə aiddir? Tutaq ki, çürüntülərin qarışdırılması falan. Yəni, belə bir şeylər soruşula bilər. Biyogen miqrasiyaya aid olan bir sual düşə bilər. Yuxu məsələsi, yuxu ilə bağlı hesablama tiplidir adətən. Məsələlər yuxudan olan suallar 90% etibarilə məsələ olur. Yəni, yuxu ola bilər. Həyatın əmələ gəlməsi nəyisə görə çox ağlımı qurcalayır. Buradan Bernaldın Oparinin nəzəriyyəsi, biopoez, Miller'in təcrübəsi, təcrübəyə yığdığı qazlar, hansı qazlar var? Oparinə görə ilkin atmosferin qaz tərkibi, ilkin dünya okeanındakı qaz tərkibi hansılar ortaqdır dünya okeanı ilə atmosferdə olan qazlardan və yaxud da Miller'in təcrübəsi ilə ortaq olanlar, buradan sual gələ bilər, böyük ehtimalla. Həyatın yaranmasının pillələri sual kimi gələ bilər, hansı pillə, hansı dövrdə təsadüf edir. Məsələn, 3-cü pillə, müasir təsəvvürlərə görə həyatın yaranmasının 3-cü pilləsi xronoloji cədvəldə hansı dövrə təsadüf edir? Belə bir sual gələ bilər. Həmçinin elə həyatın əmələ gəlməsi bölməsində ilkin bioloji membranın yaranma sxemi var. 4 addımdan ibarətdir. Suyun üzərinin lipoproteid pərdə ilə örtülməsi, qovuqcuğun əmələ gəlməsi, gəlib o pərdənin üzərinə düşməsi və belə 4 qatlı bioloji membranın yaranması. Bunun ardıcılığı istənilə bilər. İlkin hüceyrənin yaranma sxemi var. Elə həmin o membranın yaranma sxeminin alt hissəsində verilmişdi dərslikdə. Orada olan sxemin hər hansı bir hissəsini X deyə işarə edib, X-in yerinə hansı maddə yazıla bilər? Aşağıdakilərdən hansı X-in yerinə yazıla bilər? Bunu da göstərə bilər. Yəni, buna görə bu sxemlərə də bir diqqət eləyin. Mən təxmin elədiklərimi dedim. Əslində, təxmin etmək özü də biraz təhlükəlidir. Çünki mən sizi dar çərçivəyə salmaq istəmirəm. Hər birinizə uğurlar arzulayıram və inşallah ki, kitabın hamısını yaxşı-yaxşı təkrar eləyin. Baxın, bir həftə qalıb, əziz mikçilər. Hər gün bir dənə kitabı vərəqləyin. Şəkillərinə baxın, tapşırıqlarına baxın. Elə sxemlər var ki, onlar verilir kitabda, gözümüzdən yayınır. Onlardan sual düşmə ehtimalı var. Ona görə hər günə bir kitabı vərəqləsəniz, inşallah ki, imtahana qədər çatdırmış olarsınız. Hər birinizə uğurlar arzulayıram. Mən öz təxminlərimi dedim. İnşallah ki, təxminlərim sizi yanıltmaz. Buradan suallar düşər və siz də bu mövzuları daha yaxşı təşkil elədiyiniz üçün daha yaxşı nəticə əldə edərsiniz. Hər birinizə uğurlar arzulayıram.